Aprelin 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Ancaq gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu haqda Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Qeyd edilib ki, yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 7-10 dərəcə isti, gündüz 12-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 7-7 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-65% olacaq. Azərbaycanın rayonlarında isə hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər arabir duman, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 11-16 dərəcə isti. Dağlarda gecə 3 dərəcə, şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.